valideynlərin növbəti yanlış idarə etmə sistemi, müdiriyyət sistemi, münasibətləri, tutumları sırasında tarazlığı olmayan idarəçilik, tarazlığı olmayan, dəngəsi olmayan münasibət. Bəzi ailələrə baxarsınız, disiplini gah var, gah yox. Nizam, intizam gah var, gah yox. Bu da neçə cür. Baxın əzizlər. Mümkündür bu ailədə bir dənə qayda olur. Məsələn, hamı süfrə başında əgər halı yaxşıdırsa, ürək yoxdursa, başı ağrımırsa, bir fiziki bir problemi yoxdursa, ruhi problemi yoxdursa, adi halda, normal haldadırsa, hamı süfrə başında bir yerdə, məsələn, nahar eləməlidir. Hamı süfrədə olmalıdır. Bəzi ailələrdə birinin başı ağrır, zor eləyərlər ki, gəlməlisən. Birinin ürəyi bulanar, deyərlər, hökmə yeməlisən. Birinin halı olması, ruhi, duyğusal halı, mənəvi halı nəsə bir narahatdır. Təhqir eləyərlər, acılayarlar, hökmən deyərlər, gəlməlisən, dünən də belə elə. Dünən də halı yox idi. Başa düşmək lazımdır insan, empatiya qurmaq lazımdır. İnciyibsə könlünü almaq lazımdır. Görək məsələ nədir, başa salmaq lazımdır incidiyi məsələ və hər nə. Ümumiyyətlə, fərz eləyək ki, hər şey qaydasındadır. Və ailədə hamı nahar vaxtı bir yerdə olmalıdır. Bu qanun. Bir gün bu qanuna riayət olunur, sabahsı gün hərə bir tərəfdədir. O birisi yenə dava edirlər, yığılırlar qanuna riayət olunur, o birisi yenə hərə bir tərəfdədir. Məsələn, ailədə deyirlər ki, saat 12-dən gec evə gəlməyək. Qapını kilitləyib yatırıq çünki. Kim durub qapını açacaq? Məsələn, sabah sübh hamı 6-da işə gedir. İndi biri gedir, bu gün riayət edirlər. Sabahlar heç kim riayət edir. Öyle deyən özüdür. Qanunu qoyanlar özləridir. Bu gün riayət edirlər sabah. Bir gün uşaq stəkanı sındırır, ata-anası canım boş ver, denirəm. Ev yox, narahat olma. Əlbə bir şey olmadı, kəsilmədi. Bunu belə tutsaydın sınmazdı. Sabahçı gün uşaq stəkanı sındırır, qışqırırlar, təhqirlər, çorsan, çolaqsan, nəsən, üz üstəyim, canım ged otağı var, sənə dedim, heç nəyə əl vurma. Birisi yenə gəlib bilməyəndə uşaq nəysə eləyəndə, can bir şey oldu. O birisi deyir, uşağı psix eləyərlər, uşağı xəstə eləyərlər. Uşaq qərar verməkdə çətinlik çəkər, yaxşı. Nə oldu indi? Necə rəftar göstərim? Mənə bu hərəkəti eləyəndə necə rəftar göstərim? Bu işi mən görüm, yaxud görməyim. Məsələn, biri mənə pis hərəkət elədi, necə rəftar göstərim? Qalacaq belə. Bu işi mən görüm, görməyim. İndi bu iş görülməli deyə yox. Bu iş yaxşı iş deyə yox. Uşaqların beyni, zeyni tamam xarabdır. Ən xarab edici amillərdən biridir. Tərəssiz. İnsanı dəli eləyər tərəssizdir. Psixi xəstə eləyər. Məsələn, valideynlər bugün bir şey deyirlər, olar, sabah deyirlər, olmaz. Bugün qoyurlar, icazə verirlər ki, övladı 6 saat telefondan otursun, sabahlar deyirlər, olmaz. 1 saat da belə vermirlər, yarım saat da verə bilirlər, 10 dəqiqə də verə bilirlər. Niyə? Olmaz, xarab edir. O birisi gün bıraxırlar 10 saat oynayır. O birisi gün yenə dava edirlər, deyirlər 1 saat. Bir dənə qanun olmalıdır. Belə getsə, uşaqlar sizə güvən duymaz, etibar eləməz, sözünüzün dəyəri qalmaz. Heç kim etibar eləməzdir. Məsələn, burada başqa bir problem budur ki, ana deyir, bu ağda, ata deyir, qaradır. Əvvəlcədən valideynlər gedib özləri bunu aydınlaşdırmalıdırlar. Yaxşı, bu olar ya olmaz. Biz bir ailəyik, bu ailədə qanun eyni olmalıdır. Ata ilə ananın dediyi düz olmalıdır. Ata deyir, ananın qucağına qaçır. Ana deyir, atanın qucağına qaçır uşaq. Olmaz. İkisinin də rəftarı bir olmalıdır. Uşaq deməməli ki, mən bunu eləyim, atam var da, yaxud anam var da, yox. Uşaq olar dəngəsiz, tarazlığı olmayan, tutarsız uşaq. Üsyankar bir uşağa çevrilir. Yaxud da boyun əyildən uşağa çevrilir, mütiblə uşağa çevrilir. Bir dənə sözü olmaz, bir tərəzi düz işləməz bu uşaq. Uşağın davranışları ata-ana tərəfindən fərqli şəkildə yozulmamalıdır. Normal yozulmalıdır. Əgər bu uşaq üzr istəyirəm, hansısa təhqiramiz sözü dilindən çıxardıbsa, yaxşı polis, pis polisi oynamamalıdır. Ata desin ki, bu nədir dedin, ana desin, bilmədi, uşağa da belə göz vursun, bilmədi. Yəni, uşaq sabah da atan olmayanda deyə bilərsin. Bu işi görə bilərsin.
Yaxud ana deyir ki, ay uşaq, bu iş pis işdir, sən niyə vurmuşsan qardaşını, düz iş görməmişsən, uşağı başa salır. Uşaq indi qorxur ya, ağlayır, hər nədirsə də, indi normal ailədə qorxmur, utandıqlarından ola bilər ağlayır. Hər nədirsə ağlayır, ata gəlir deyir ki, gəvrə kişi balamsan, hərzə sözün mərzəsi var da, əcəb eləyib. Olmadı. Bilmədi ya bilmədi, bu dəfə əlindən çıxır, əlindən adam necə çıxa bilər? Normal olmalıdır, normal tərbiyə olmalıdır, başa salmalıdır, ata da, ana da sözü biri olmalıdır. Sonra bunlar ataya, anaya dəyər verməyəcəklər, hörmət eləməyəcəklər. Elə bilirsiniz ki, ana uşağın bu işlərin gizlətdir. Ya ata uşağın bu işlərin gizlətdir, üstün örtdü, tərəfkeşlik elədi. Bu ana yaxud bu ata yaxşı olacaq, şirin olacaq uşağa, yox. Uşaq ikisinə də hörmət edəcək, ikisinə də dəyər verməyəcək. Buna diqqət eləmək lazım. Növbəti məsələ ki, ən düzgün idarə sistemidir, baxış sistemidir, münasibətdir. Burada demokratik münasibətlərdir. Demokratik münasibətlər nədir? Ata, ana, ikisi də valideynlər. Ən sağlam şəkildə, ən sağlam formada münasibət göstərirlər. Necə? Uşaqlara qarşı toleranslar da var, kifayət qədər. Etibar da verirlər uşaqlara, dəstəkləyirlər də uşaqları. Amma onların yanlışlıqlarını da başa salırlar. Qanunlar da öz yerində. Duyğularını da başa düşürlər. Uşağın nə hiss elədiyini də başa düşürlər. Uşaqların fikirlərinə də dəyər qoyurlar. Onun fikirlərinə, tələblərinə, əsəblərinə, qəzəblərinə uşaq qəzəbli, uşaq belədir də. Uşağın hərəkətləri bu cürdür də. Başa düşmür ki, başa düşsə eləməz ki, onu sizin rəftarlarınız başa salmır. Bu duyğuları, bu düşüncələri sizin rəftarlarınız olan aydınlaşdırmalıdır. Məntiq uşaqda yoxdur. Uşaqda ağıl frontal lob inkişaf eləmir. Mühakimə duyğusu güclü deyil. Uşaq qayıdır deyir ki, mən bu bibəri yiyəcəm, acı bibəri. Mən bu qayçını götürəcəm əlimə, mən bu bıçağı götürəcəm əlimə, mən bu lizvanı götürəcəm əlimə, mən bu oda əlini salacam. Ata-ana qışqırmamalıdır ki, tərbiyəsiz sən, neynirsən, kəssəsi, cüccadı öldürərsən, sən nə deyirsən? Uşağa başa salın. Gələrsən qayçına bir şey kəsərsən, göstərsən, deyirsən, bax, kəsir, öldürür, uf olur. Bax, uy, əlimi görsən, uf olur. Bunu eləməzlər. Başa salarlar. Başın başqa şeylə qatarlar. Başa düşməyəcəksə başqa oyuncaqlar, başqa oyunla, başqa məsələlərlə uşağın başını qatarlar. Mehribanlıqla, sevgi ilə, anlayışla, qayğı ilə. Uşaq bunu başa düşər, buna səbir istəyir. Niyə? Allahın adı səbirdir. Baxın, görün, bəndələrini nə qədər səbir edir. Bəndələri hələ başa düşə bu qədər pis əməllər eləyirlər. Allah onların tərbiyə olunmasını istəyir. Başına sıxalı çəkilsə başa düşməsini gözləyir. Möhlət verə-verə başa düşməsini gözləyir. İnkişaf eləməyini gözləyir. Biz də onun yaratdığı bəndələr. Hangi birinin inancı var, birinin inancı yoxdur. Öz işində, öz qaydasında. Sözüm orada deyil. Hər halda biz insanıq. Bizim mənəvi duyğularımız var. Səbir özü bir dənə dəyərdir, ali dəyərdir. Yaradılışın özü səbir üzərində. Belə olduğu halda uşaqlar sosial əlaqələrində, duyğularının yetkinliyində, inkişafında kifayət qədər güclü, iqtidarlı və normal olacaq. Belə bir valideynlər hansı xüsusiyyətə sahibdirlər? İstiqamətidir. Sərhədsiz sevgi verirlər. Sərhədsiz qayğı göstərirlər. Sərhədsiz empatiya göstərirlər. Sərhədsiz qoruyurlar. Sərhədsiz, hüdudsuz. Övladın haqqıdır. Övlad dünyaya gətiririksə, heç bir səbəbə görə onu sevməyəcək. Övladı dünyaya gətirdiyimiz üçün bizim canımızın, bədənimizin bir parçası olduğu üçün sevəcəyik. Borcumuzdur, vəzifəmizdir. Uşaq pis hərəkət elədi, yaxşı hərəkət elədi deyə sevməyəcək. Sözümə qulaq asır, asmır deyə sevməyəcək. Yox. Sevilməyə layiqdir ona görə. Uşaqdır ona görə. Bizim bədənimizin bir parçasıdır ona görə. İlahi əmanətdir ona görə. Eləyə bilməyəcəksənsə dünyaya gətir. Deyirsən, ay müəllim, sərhədsiz sevgi, sərhədsiz empatiya, sərhədsiz hörmət, sərhədsiz səbr bəli. Bunun fərqi var ifrat tolerantlıqla, ifrat qorumaqla. Mən onu demirəm, onlar başqadır. Mən bunu deyirəm, sevgi və əsirgənmə. Pis iş görsə belə sevgi ilə, qayğı ilə, başa salaraq, duyğuları ilə oynayaraq, oynadır, o uşaqdır, öz uşaqla necə davranarlar, öz dünyası ilə başa salarlar.
Uzağa başa düşməsə də uşaqda da başa düşməyəcək ki, duyğuları da anlaması anlamayıb. Başım başını bir şeylə alır. Fikrini dağıdır. Budur, bax budur. Sevgi bunu tələb edir. Sənin sevgin olmasa reaksiyan agresiv olacaq. Sevgin olmasa reaksiyan düzgün olmayacaq. İlk öncə buna görə də ata-ana olmağı öyrənmək lazım. Sonra ata-ana olmaq lazım. Əgər belə olsa, düzgün rəftar edəcək, uşaq səndən həmkarlıq edəcək. Uşaq səndən iradəli olacaq. Yəni sən bir şey iradəlisən, iradə göstərsə uşaq da səndən öyrənəcək. Uşaq sabahları fikrini pis şeylərdən dağıtmağı da öyrənəcək. Yəni uşaq sabahları zehninə hansısa yanlış yol gələndə, hansısa yanlış hissələr gələndə ondan mübarizə aparmaq öyrənəcək. Uşaq biləcək ki, fikri necə dağıtılır. Baxın əzizlərim, uşaqlar hər bir halda öz duyğularını, düşüncələrini paylaşarlar bizlə. Danışa da bilsə, danışa da bilməsə. Bayaq dediyim formalarda, bundan əvvəl dediyim formalarda yaş illərinə uyğun olaraq. Bayaq deyirəm, çünki mən videoları eyni gündə bəzən çəkirəm. Baxın, o yaş formalarına uyğun şəkildə keçmiş videolarımızda demişik. Paylaşacaqlar sizinlə. Bu da duyğudur. Bu da duyğudur. Bunlar hamısı duyğudur. Bu da duyğudur. Tamam? Bu duyğuların ifadələri də mimikalarla, jestlərlə və s. bədən hərəkətləri ilə, bədən dili ilə. Bunu da oxumağınız lazımdır. Dillə də deyə bilərlər. Bunu da başa düşməyiniz lazımdır. Paylaşırsan, sən də onunla paylaş. Başa düşkün nədir? Belə olduğu zaman, sənin reaksiyalar normal olduğu zaman, uşaq özünə güvənən bir dənə şəxsiyyət olacaq. Özünə etibar eləyəcək, özünü dəyərli biləcək, özünü qiymətli biləcək, qüsurlu bilməyəcək, təhqir olunmuş, alçalmış bilməyəcək, bacarıqsız bilməyəcək, uğursuz bilməyəcək. Bunları sən öyrədirsən rəftarlar ondan uşağa. Düzgün rəftar göstərməsən, düzgün səbir göstərməsən, nazı ilə oynamasın uşağın. Uşaq düzgün tərbiyə almayacaq. Nazı ilə oynamaqdan da məqsədin bildiniz nədir? Yəni uşağın anormal istəklərinə belə normal şəkildə, onun duyğularına uyğun şəkildə, onun dediyi yerinə yetirməyəcək, amma onun duyğularına uyğun şəkildə, normal şəkildə reaksiya verəcək. Etməmə ilə reaksiyamızın düzgün olması arasında fərq var. Etmirəm, uşağın dediyini eləmirəm. Amma reaksiyalarım çox həllidir. Reaksiyalarım çox, duyğularım çox düzgündür. Çox uyğundur uşaqla deyil. Və ata-ananın burada rəftarları, davranışları qərarlıdır, iradəlidir, möhkəmdir, tutarlıdır. Bir dənə deyiblər, olmazsa deməli olmaz. Çünki bu iş həqiqətən olmazsa. Olmaz. Amma bunun forması, uşağa yansıtma forması uyğun şəkildə, doğru şəkildədir, gözəl şəkildədir, uşağa münasib formadadır. Belə olsa uşaqlarımız özünə etibarlı olacaq, uyğunlaşan olacaq, yaradıcı olacaq uşaqlarımız, müstəqil olacaq uşaqlarımız, düzgün qərar vermə qabiliyyətinə malik olacaq, məsuliyyət sahibi olacaq, sayğı, sevgi görən olacaq və sayğı, sevgi görməyə, özünü dəyərli bilməyə inancı olacaq, başqalarına da sayğı, sevgi göstərəcək, düzgün bağlılıqlar yaranacaq. Baxın, budur. Bu dediyim 7 dənə məsələyə çox diqqət edin. Bu 7 dənə məsələ sizin övladınızın tərbiyəsində çox əhəmiyyətlidir. İndi formalarını da biz deyəcəyik, başa salacaq. Gələn videolarımızda inşallah məktəblə uşaq əlaqələrindən danışacaq. Sonra gələcək bir-bir uşaqlar əgər bizə hansı hərəkətləri eləsə, hansı cür onlara reaksiya edək. Onları geniş şəkildə söhbət edəcək.